بسم الله الرحمن الرحيم تبارك الذي بيده الملك وهو على كل شيء قدير الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور الذي خلق 7 سماوات طباقا ما ترى في خلق الرحمن من تفاوت فارجع البصر هل ترى من فطور أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه وتابعين. İlk öncə Allah Azza və Cəllədən istəyirəm ki, Allah Azza və Cəllə qardaşımızın qəbrini genişlətsin. Allah Azza və Cəllə onun sorğu-sualını asanlaşdırsın. Onun xətalarını, onun günahlarını əfv etsin. Və sonra hər kəsə mərufdur ki, ən böyük nəsihət qəbirin, cənazənin özüdür. Necə sələflər deyirdilər ki, cənazə önündə olan insana başqa nəsihətə ehtiyac yoxdur. Yəni bir insan ki, cənazəni görüb ondan ibrət almırsa, onun üçün heç bir nəsihət fayda verə bilməz. Ən böyük nəsihət elə vəfat edən insanın cansız, ruhsuz bədənidir. Və insanlar çox ölüm eşidirlər. Filan kəs öldü, falan adam öldü. O qədər də insan təsirlənmir qəflət içərisində olduğumuzdan dolayı. Fəqət insanın biraz candan daha yaxın olan, öldüyü zaman səni kədərləndirəcək, hər gün üzünə baxdığın, təbəssümlü xatırladığın, çörək yediyin bir qardaş vəfat etdiyi zaman və ya bir yaxının vəfat etdiyi zaman o insana daha çox ölümü xatırladır. Daha çox səni aparır. Çünki daha bir gün öncə biz qardaşla fərqli şeylərin planını qururduq. Fəqət bir gün sonra artıq qardaş bu dünyadan köçdü. Həqiqətən onu candan hiss eləmək, onu yaxından hiss eləmək insanı qəflətdən oyadır. Elm əhli deyir ki, qəflət, 2 sinif insanın qəfləti var. Bir kafirlərin qəfləti, onlar ki, onların misalı deyir, yatan insanın misalına məsəlidir deyir. Nə zaman onlar oyanacaq, o zaman ki, ölüm onlara gəldiği zaman. Müminin qəfləti isə elə deyil deyir. Müminin qəfləti yuxulayan insanın mislidir. Yəni sanki o insan yuxuluyur. Amma bir Allahdan ona bir uyarı gəldiği zaman, müminlərdən ona bir uyarı gəldiği zaman həmin insan o qəflətdən oyanır. Bax, mümin insanın halı budur. Biz bu cürük yuxuluyuruq, dünya bizi biraz aparır. Biraz dünyanın naz neymətləri bizi aparır. Fəqət Allahdan bir uyarı gəldiği zaman mümin insan oyanır. Hal-hazırda ümid edirəm, təmənni edirəm ki, oyanmış vəziyyətdəyik. Yəni bu halı gördükdən sonra, onu canımızda hiss etdikdən sonra oyanmış bir haldayıq. Oyandıqdan sonra Allahdan istəmək lazımdır ki, ya Rabbi, bizi qəflətə geri qaytarma. Necə ki, ibrət alırıq, necə ki, görürük, necə ki, sənin ayətlərinə iman edirik ki, onu aynəl yəqin yaşayırıq. Kulli nəfsin zəiqətul mevt, hər bir nəfs ölümü dadacaq. Thummə ileynə turcaun, sonra siz bizə qaytarılacaqsınız, deyir Allah Azza və Cəllə. Vallahi, thummə vallahi, Allaha qaytarılmağın əzəmətini göz önündə tutsaq, bizim həyatımız bambaşqa bir həyat olar. Allaha qaytarılmaq. Siz hamınız Allaha qaytarılacaqsınız, deyir Allah Azza və Cəllə. Ölümü xatırladır, sadəcə ölümlə iş bitməyəcək. Siz bizə qaytarılacaqsınız, deyir Allah Azza və Cəllə. Allaha qayıdacağıq, Allahın önündə duracağıq. Heç bir şeyimizlə gedə bilməyəcəyik. Yalnız və yalnız salih əməllərlə. Salih əməllər. Və başqa alınacaq ibrətlərdəndir ki, qardaşla hər zaman danışdığımız zaman deyirdi ki, subhanallah, bu qədər ixtilaf var, bu qədər problemlər var. Öldüyüm zaman görəsən deyir, cənazəmə kimlər gələcək? Baxırsan ki, subhanallah, müsəlmanlar həqiqətən də Allahdan qardaşlıq, bu Allahın bizə vermiş olduğu necə böyük neymətdir. O narahat olmuş olduğu şey ortadan qalxdı. Heç bir ixtilafa baxılmadan, heç bir problemə baxılmadan hər kəs bir saf vəziyyətdə qardaşın cənazəsində iştirak etdi. Hər bir müsəlman dəyərlidir vallahi. Alınacaq ibrət budur ki, ən fasik bir müslümanı belə dəyərsiz görmə. Ola bilsin ki, sən vəfat etdiyin zaman o sənin cənazənə gələr. Gecə Allaha elə bir nasuh tövbə etmiş olar ki, onun duası ilə Allah səni bağışlayar. Onun duası ilə Allah sənin qəbrini genişlədər. Ona görə heç bir müsəlmanı xəfifə almayacağıq. Heç bir müsəlmanı dəyərsiz görməyəcəyik. Mən şahid oldum. Bu qardaşımızın daha cənazəsi soyumadan başının üzərində durub
haqqını mənə halal et, mən sənə zülm etmişəm deyən insanların səslərini eşitdim. Amma məsələ bitmişdi artıq. Bu dünyada ikən halallaşa bilməyənlər, onların məsələsi axirətə qaldı. Təsəvvür edirsiniz necə üzücü bir şeydir. Məgər bu ibrət deyil ki, bizim üçün hansı müsəlmanla problemimiz varsa, gedək onu qucaqlayaq, sağ ikən, o bizi eşidirkən ondan halallıq alaq. Amma vəfat etdikdən sonra, öldükdən sonra onun başında durub halallıq almağın çox da bir faydası yoxdur. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə yaşadığımız hadisələrdən bizi ibrət almağa muvaffaq etsin. Allah Azza və Cəllə necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir cənazə keçəndə aleyhissalatu və səlləm insanların onu tərifləməsi ilə aleyhissalatu və səlləm dedi ki, vacib oldu. Sahabələr soruşdular ki, ya Resulallah, nə vacib oldu? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, cənnət ona vacib oldu. Başqa bir cənazə daha keçir, yenə aleyhissalatu və səlləm deyir ki, vacib oldu. Sahabə soruşur ki, Allahın Resulü, nə vacib oldu? Deyir, ona da cəhənnəm vacib oldu. Niyə? İnsanlar onu pislədiyindən dolayı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizlər yer üzərində Allahın şahidlərisiniz deyir. Biz şahidlik edirik ki, bu qardaşımız salih bir qardaş idi. Allah Azza və Cəllə ondan razı qalsın. Biz dünyada ondan razı idik. Biz ondan razı olduğumuz kimi Allah Subhanahu və Teala da ondan razı qalsın. Allah Azza və Cəllə onun cənnətin ən gözəl yerlərinə qoysun. Allah Azza və Cəllə onun bütün günahlarını bağışlasın. Kimin əgər qardaşın üzərində bir haqqı və ya haqqı üzərində qalmış bir qardaş varsa, qardaşa yaxınlaşsınlar. Bir qardaşa deməklə də kifayətlənməsinlər ki, qardaşın bizim üzərimizdə haqqı var idi və ya bizim qardaşa verəcəyimiz bir haqq var. Allah Azza və Cəllə onun qəbrini genişlətsin. Allah Azza və Cəllə onu cənnət əhlinin sakinlərindən etsin. Geridə qalanlarına da Allah Azza və Cəllə səbir versin, səbat etsin. Allah Azza və Cəllə onun sorğu-sualına asanlaşdırsın. Və axiru davana elhamdülillahi rabbil alamin. Allah rəhmət etsin.